İstəyərdim elə izləyicilərimizin sualı ilə başlayım. Bruselyoz haqqında həkimdən soruşar da zəhmət olmasa, bu ömürlükdürmü yoxsa gedə bilərmi? Yəni aradan qalxa bilərmi? Çox sağ olun. Bilirəm ki, izləyicilər hər sualları bizə verirlər, bizim sahəmizə aid olsa da, olmasa da. Tibb Universiteti kursundan infeksion xəstəliklərdən xatırladıqlarımı deyə bilərəm. Bruselyoz mal qızdırmasıdır, Azərbaycan dilində deyirlər və brusellalarla ortaya çıxır. İnfeksion xəstəlikdir, oynaqlarda, qarında, ağciyərdə, bir çox yerlərdə zədələnmə verir. Sadə müalicə olunan bir xəstəlikdir, amma İstənilən infeksion xəstəliyin bir pis cəhəti var, xronikləşmə məsələsi. Bruselyoz da o səpkidəndir. Yəni, kəskin dövrdə bir dəfəlik sağalırsa da heç bir problem olmur. Amma düzgün müalicə aparılmasa, başdan soyuqluq, səhlənkarlıq olarsa da, o xroniki vəziyyətə keçərsə də çox böyük fəsadlar verir. Ələxüsusda oynaqlara zədələnməsi, ağciyərlərin zədələnməsi ilə özünü biruzə verə bilir. O cəhətdən bruselyoz tam sağalan xəstəlikdir. Vaxtında infeksionistlərə müraciət edin, sağalın, qurtarın və onda fəsadları qalmaz.